Birincisi, bunu qeyd eləməliyik ki, məncə biz Azərbaycan futbolu ictimaiyyəti olaraq harda olduğumuzun hələ fərqində deyilik. Nə mənada? Qarabağın hansı uğuru qazanıb, hansı mövqeyə gəlib çıxdığını bəlkə də bir neçə illər sonra insanlar başa düşəcək. Hansı ki, o ötən xatirələr olur, yadva düşür, götürürsən, yandırırsan, qəmli musiqi ilə o Lil Wayne'in zadı mahnısına qulaq asıb belə özü belə deyək də bir otağa qapıyırsan, həqiqətən də insanlar bizim də o günlərimiz olacaq. İnsanlar, o Qarabağı sevənlər və yaxud da ümumi Azərbaycan futbolunu izləyən insanlar bu Qarabağın qazandığı bu nəticədən oyuna ya stadiondan ya TV-dən baxıb həzz almaq yerinə, yəni komandamız Avropanın, dünyanın ilk 24 komandası arasına girib Azərbaycan futbolu olaraq həzz almaq yerinə, yəni oyunun nəticəsini o qədər şişirtdilər ki, yəni sanki bu adi bir turnirdi, o MDB-də olurdu hərdən, yəni ötən illərdə Birlik Kuboku. Sanki Birlik Kubokunda tutalım ki, yarım finala çıxmışıq, yəni uduzmuşuq böyük hesabla da. İnsanlar o qədər belə təzyiq eləyirlər ki, bu nədir, nə bilim, nə belə elə. Yəni biz də başa düşürük ki, həqiqətən də belə məğlub olmaq, yəni hamını üzdü. Amma o üzüntüdən əvvəl gərək sən zövq alasan bundan. Azərbaycan futbolu olaraq bəlkə bir də biz bu nəticəni əldə edə bilməyəcəyik və onun zövqünü belə yaşaya bilmədi insanlar.